Dostlar, yəqin siz artıq eşitmisiniz. Pezeşkiyanla İlham Əliyev telefon əlaqəsi saxlayıblar. Bu münasibətə, bu hadisəyə Azərbaycan bir cür reaksiya verir, qiymət verir. İran mətbuatı başqa cür. İstəyirəm bunu biləsiniz. Azərbaycanda bunu sizə belə təqdim edirlər ki, güya İlham Əliyev zəng eləyibdir, təbrik eləyib İranı. Pezeşkiyanı dəvət edib Azərbaycana, çox gözəl bir münasibətlər qurulub, nədir. Amma İran mətbuatında tamam başqa məsələlərdən söhbət gedir. İran mətbuatında deyirlər ki, bəs Pezeşkiyan İlham Əliyevdən hesabat tələb edib. Ki, sizin ərazinizdən İsrailin dronları qalxıb, sizin ərazinizdən bizim əleyhimizə istifadə olunub. Bu barədə zəhmət olmasa bir hələlik nəzakət qaydasında da belə nəzakətli bir dillə istəyirlər ki, izahat verin. Bunun nə demək olduğunu yəqin ki, hamınız başa düşürsünüz. Bu nəyin göstəricisidir? Bu həm də onun göstəricisidir ki, İlham Əliyev özü daxil olmağına necə ki, Azərbaycanın Sıravetdən Nağarası partiya sədrləri ilə müxalifətçi, güya siyasətçidir, politologdur. İran getdi, İran dağıldı, İran parçalandı. Adamlar öz arzu və istəklərini siyasi reallıq kimi, siyasi proqnoz kimi dilə gətirirlər. İlham Əliyev də inanır. İlham Əliyev də elə bildi ki, elə məsələn, İsrail qalxdı, bombaladısa, bitdi, qutardı. İsrail və Amerika İranı böləcəklər və indiki Şimali Azərbaycan kifayət eləmir buna. Bir 40 milyonluq bir neft sətəli əlavə milyardlarla var dövlət olan bir Güney Azərbaycanı verəcəklər buna. Bu da oturacaq arvad uşaqlara sök, dağıt. Necə ki, sənin mənim dərimi soyur, balalarımızı acıdan öldürür. Bu 40 milyonluq Güney türklərində istismar edəcək. İştahlanmışdı. İndi hesabat tələb edirlər ki, gəl görəyələ, sən öz ərazisindən nəyə görə İran əleyhinə istifadə etməyə imkan vermirsən. Dostlar, siyasət hər ağızdan gələn danışmaq deyil. Siyasət arzularını reallıq kimi dilə gətirmək deyil, istəklərini reallıq kimi xalqa sırmaq deyil, yox. Baş verən hadisəni dəqiq qiymətləndirmək lazımdır ki, sənə inanan minləri, yüz minləri və milyonları fəlakətə və faciəyə sürükləməyəsən. Çünki məşhur bir söz var, böyük adamların səhvi də böyük nəticələr verir. Sıravi bir adamın səhvi çox olsa, onun ailəsinə, özünə ziyan vurar. Kənd bələdiyyəsinin səhvi bir kəndə problem yaradar. Rayon üzrə başçısının səhvi rayona və bir ölkə başçısının səhvi ölkəni uçuruma aparar. İlham Əliyev Azərbaycanı dostlar idarə eləyə bilmir. Daha doğrusu dədəsinin ona vəsiyyət etdiyi kimi və özünün istəklərinə uyğun idarə edir Azərbaycanı. Talayır, dağıdır, sökür, heyvan kimi millət incidir. Hər addımda incidir milləti. Biz xarici düşman qabağında birləşəcəyik, bundan sonra həmişə belə olacaq. Ermənistan hücum eləsə, biz baxmayacaq ki, hakimiyyətdə olan rüşvətxorda alçaqdır, yaramazdır, nədir? Biz torpaqlarımızı qorumalıyıq. Geri gəlmişdə başqa bir şey də deyim. Sonra qayıdaraq bu mövzuya. Mən sosial şəbəkələrdə apardığım müzakirələrdən bir yanlış, dəhşətli bir yanlışı da görürəm. Özünün bəzən, nə bilim, tengrisi, tüşcü, nə bilim, nə kimi xalqa sırıyan bəzi adamlar var. Amma sırıyan sözü niyə deyirəm? Çünki o qədər bayağı şeylə danışırlar. Görə məhdəl varsa gələ, bu adam ali savadlı adamdır, o şunatdır, ya jurnalist, ya filologdur. Bu ali təhsil alıb, bunun diplomu var. Bu niyə belə düşünsün? Bu doğrudan bu şeylər anlamır. Dostlar, baxın, iki savaşan üzbəz duran adam var, biri birinə təcavüz edir.
hücum eləyir. Mən İsraillə İrandan danışmıram ama şərti olaraq gəlin belə eləyək, A və B. Mən istəyirəm bu məsələ ilə bağlı hamımızın fikrini öyrənəm. Xahiş edirəm, verəcəm, sonra cavab yazın. A ilə B arasında bir problem yaranıb. A, B-yə hücum eləyib. Hamı görür ki, A qanunları pozub B-yə hücum eləyib. Bu hadisə ilə bağlı səndən fikir soruşurlar. Ki, burada A haqlıdır ya B haqlıdır. Sən kimin tərəfində durmalısan? Çünki bizim insanlıq, əxlaq, hələ mən demirəm, din deyən ki, bəzi adamların allergiyası qalxır. İnsanlıq, adamlıq, onu tələb edir ki, sən haqqı yanında olasan, ədalətli olasan. Sənə sual verirlər ki, bu A B-yə hücum eləyibsə, burada haqlı kimdir və sən kimin tərəfindəsən? Əgər sən burada A haqlıdır deyib, dalınca da B-nin ünvanına başlayıb nəsə iradlar bildirirsənsə, durun o belə eləmişdi, Sırağıcım belə eləmişdi, özlə o xalqın belə eləyir, mənə münasibəti belədir deyirsənsə, bu birbaşa A-nın hücumuna, qanunsuz təcavüzünə haqq qazandırmaqdır. Aydındır. Siz də fikirləşirsiniz. Mənim dediyim sizcə doğrudur yoxsa yox? Bəlkə mən yanlış fikirləşirəm. Həyə yox. Nə də fikriniz yazın. A, B-yə hücum eləyib, bir də mənim düşmənimdir. Bir dünənləri mənim həyatımdan daş atmışdı, pəncərəni sındırmışdı, qoynumu oğurlayıbdı B. İndi görürəm ki, bir A, B-yə hücum eləyib, qanunsuz olaraq. Məndən soruşurlar ki, burada kimdə haqlı? A-dır yoxsa B-dir? Mən deyirəm ki, A hücum eləyib, amma bu B mənim dünənləri qoynumu oğurlamışdı, mənim evə daş atmışdı, bir alçağın biridir. Mən belə deyəndə A-nın lehinə oluramsa, əleyhinə oluram. Və bu cür təbliğat ictimai şuur altına hansı mesajları verir? Əziz vətənlər, dəyərli dostlar, bizim rejissorun başı qaçıb deyəsən, söhbət pəncərəsinə baxmır. Deyəsən, trollar da maşallah artıblar. Bizim apardığımız iş kimlərsə bərk narahat edir. Niyə narahatdırlar, başımız çıxmır. Mən bir Karneye qədər çox tez bir misal çəkirəm. Amma çox təəssüf ki, görünür bizim bu apardığımız iş, çəkdiyimiz misallar geniş xalq kütlələrine çatmır və yaxud da bəzi adamlar başa düşmür. Karneye'nin əsərində o vaxtı mən oxuyana belə bir hadisəni təsvir eləmişdi. Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsi dövründə şimalla cənub arasında müharibə gedir. Prezident toplantıda bir generalı qaldırıb başqa bir general haqqında onun fikrini soruşur. Bu başlayır tərifləməyə. Həmin general ki, belə qabiliyyətlidir, savadlıdır, strategidir, döyüşü biləndir, döyüşlər arasında böyük nüfuzu və s. Sağ ol. Fasilədə dostları yaxınlaşıb o generala irad bildirirlər ki, bədvaxt oğlu, tərəflədiyin adam, o generalı, harada oturur, sənin əleyhə danışır. Səndən düşməndir o. Sən o prezidentə tərəfləyirsən. Onun cavabı bilirsiniz necə olub? Deyir ki, prezident mənim onun haqqında fikrimi soruşurdu. Onun mənim haqqımda fikrini yox. Prezident mənim fikrimi soruşur. O necə adamdır? Mən onu elə görürəm, elə deyirəm. Onu mənim haqqımda fikrini soruşsa, mən bildiyimi deyərəm. Onu da bilmirəm, onu siz deyirsiniz. Əgər indiki halda sadəcə İsrailin daha doğrusu İrana təcavüzü ilə bağlı sənə sual verirlərsə, deyə bilirsən ki, bu təcavüzkardır, biz bunun yanında olmalı, haqq buradadır. Yox, əgər sən döndərib təzədən bir də ki, bu İran dünənləri adam asmışdı, bizim türklərin dili orada yoxdur, güya ki, Azərbaycanda hər şeylər qaydadadır, quzeydə. Bir dənə qalıb İrana gelib nəsə düzəlsinlər bunlar. Burada adamın özünün, üzr istəyirəm, hamıza bu olan şeyi deyirəm, adama lom soxublar. Adam bu lomu özündən çıxada bilmir, ha. Adama tok verib, sonsuzlaşdırıblar. Adam ona
etiraz edə bilmir şimalda burada İlham Əliyevin quldur dəstəsinə qarşı. Oturub burada İranı istəyir düzəldi. Bu siyasət deyil dostlar, bu demagogiyadır. Bu siyasət deyil. Siyasətlə belə məşğul olmurlar. Ki, mən elə istədiyimi deməliyəm, danışacağım, onu söyləyəcəm, onu söyləyəcəm. İran düşmən, nə bilim, Amerika düşmən, Avropa belədir, hamı belədir. Hələ lazım elə bir Türkiyədə bir kəllə atacağım. Yox, bu siyasət belə olmur ki, dostlar. Ona görə mən bugünkü başlığa yazmışam ki, Azərbaycan siyasəti qızdırma tutub. İndi müharibə dayanıb, artıq kimin kim olduğu çıxıb ortalığa, İsrail yerində oturdulub, çox tezdən görəcəksiniz ki, Netanyahu'nun başına nələr gələcək. Amerika da öz oyununu davam elətdirir. İndi İran hesabat tələb edir. Azərbaycan nə edir? Son 3-4 gün yəqin izləyirsiniz, Azərbaycan siyasətçiləri dövlət səviyyəsində ikiyə bölündülər. Bunu hakimiyyət idarə edir. Əvvəl ayın 13-ündə ki, İsrail başladı bombalamağa, bunlar hamısı düşdülər İsraili it kimi tərifləməyə, müdafiə eləməyə. İtək İsraili köpəkli elədilər. Mənim ana baba yurdumu, Təbrizi bombalayır İsrail. Bunlar ona alqış deyirlər, çıxardıblar efirlərə, haqq kazandırmağa çalışırlar İsrailin bombardımanını. İndi müharibədən sonra başa düşdülər ki, haradasa deyilsə quş bıraxırlar. İndi bölüblər adamları. Yarısı İsrail əleyhinə danışır, yarısı hələ də İran əleyhinə danışır. Qızdırma tutublar. Sayaqlayırlar. Hələ də anlamırlar ki, nə baş verib. Və belə situasiyada məhz necə davranmaq lazımdır. İlham Əliyevin də bu məsələdə tutduğu yanlış mövqe, əslində baxsaz, deyir, hər şeydə bir xeyri var. Bu Azərbaycan xalqının xeyrinə daha İlhamın belə səhv buraxması Azərbaycan xalqının xeyrinədir. Onu bilin. İlham Əliyevi hakimiyyətdə saxlayan bu dəqiqə iki gücü var. Moskva və İsrail. Azərbaycan xalqının əleyhinə siyasət aparan iki gücü var. Rusiya və İsrail. Bunu heç kəs unutmasın.